Müqəddəmi Aslanın 60 illigidir. Aslan Sələn rayon Kərimbəli kəndində dünyaya göz açıb. Aslan mənlə yaxın qonşudur kənddə. Və eyni də Şirvanda yaxın qonşudur. Şirvan şəhərində gəlib hərbi xidmətə yollandı. Aslan hərbi xidmətə gedəndə ailəli idi. 2 evladı vardı. Birinci Qarabağ müharibəsində biz dövlətimizin səfərbərliyi ilə döyüşə yollandıq. Rəhmətli Müqəddəmi Aslan da bizi ilə yerdəydi. Biz orada Qərvənddə, ondan sonra Köçəltmədə, Xındırıstanda, bəzi Ağdamın bölgələrində iştirak elədik. Köçəltmə kəndi deyilən ərazidə biz əks hücuma keçərkən orada Aslan qardaşımız şəhid oldu.